Urmiya gölünün məsələsi neçə baxışdan çox əhəmiyyətlidir. Mən bu günləri bunu siyasi bir baxışdan baxıram. Bəyan ki, bir dana totaliter rejiminin müqabilində hər şey ki ondan istəyəsən, əvvəli və axiri onun bir siyasi istəməkdir. Paltar giyməkdən, danışmaqdan, zindəcanlıq eləməkdən, mühitizisti salim saxlamaqdan, hər nə istəsən o axirdə siləcək. Belə bir rejimlər bir hovuzə zindəcanlıqda, bir yer zindəcanlıqda qoymurlar ki, onda siyasət dəxil olmasın. Haqq ondaydı ki, bizim bir rejimimiz olar ki, mühitizist aradan gələndə, xalq ona etiraz eləyəndə bunu sirfən bir zindəcanlıq hovuzəsi bölünəydi. Amma mütəəssifانə İranda belə bir nizam yoxdur. Bənabərin bu çox mühimdir ki, biz bu hovuzədən də gəziyə baxaq. Və görək ki, nə cəhətlərdən xalq bunu təşxis bizim xalqımızın ayıqlığı ayrı xalqlara nisbət nə deymiş ki, bunu intixab edib və nədir bu yolu idamə verə bilir. Urmi gölünün əhəmiyyətində ayrı saat nəzərlər və qarşınaslar çox danışırlar. Fəqət bunu demək olar ki, Azənin ümdə hamı suları ora tökülür. Ora illər boyu mühitizistin mərkəziymiş Azərbaycanda və onun aradan getməyi həm bu imkanatı aradan aparacaq və həm o düz ki onun yerində qalacaq, zindəgaradan aradan aparacaq. Amma qeyrəz o bir dənə məsələyə hüviyyət də Azərbaycanda, kimsəlik məsələsi də ondan bir-birində tənidi olur. Odur ki, bu bir xassi əhəmiyyət tapıbdır və bunun əsasında bir siyasi mübarizə mühim olub, həm o cəhətdən ki, bir dana xəzinəyə siyasi mübarizəni aşağı gətirir, ondan çətinraqdır, bizi ki, mühitizistə xiyavana gəlir, onu asan demək olmaz ki, əleyhi bu nizam qiyam eləyibdir, ya ziddə əmniyyəti millidir, əlbəttə belə bir nizamda hər ittiham mərkəsə yapa bilərlər, amma bəzi surət bu çətinraqdır. Saniyən, xalqın zindəcanlığı ilə dərgir bir məsələdir. Pullu, kasıb, dövlətli, roşanfiş deyil, roşanfiş tanımaz və hamı onu asan dərk eləyən məsələdir ki, bu onun zindəcanlığı ilə mərbut bir işdir. Futbol meydanında bunun təbliğinə intixab eləmək ki, nə bir çox xuşlu başlı işidir. Bəyan ki, futbolu tətil eləmək böyük həzinəsi var bu nizama və idamə verməyi kontrolü onların əlindən uzun vaxta çıxada bilər. Və o məhbubiyyət ki, futbolda var, çox adamlar futbolun meydanlarına, futbol görmağına gəlir və təbən bu işdə müşarikət edə bilər. Bu potansiyel var ki, bu işdə müşarikət edir. İndi məsələ budur ki, bu nizam niyə bunun müqabilində müqavimət edir, niyə indiyəcən qarşınaslıq eləməyib və niyə ATD eləyənməyəcək və aya biz bu məsələni Azərbaycan gərək sərasəri mühitizistə İranda vəsl edir ya özünə bir ixtisasi bir məsələ saxlaya və ünvanı öz kimsəliği və hüviyyəti. Bu nizam asan bu işi həll eləyənməz. Bərayin ki, əvvəl gündən bunlar bir iddəni ki, mümkün də əvvəldə bir xoş niyyətləri də varmış, yollayıblar. Heç təxəssüsləri yoxmuş. Kətlərdə, bu yanda, o yanda quyu vursunlar, su çəksinlər, sərt vursunlar. Və bunlar bedunun ki, əvaqib işlərini görsünlər və ünvanı Niruy Bəsic, Bəsic Keşavəzi gediblər və bir işlər görüblər ki, nəticəsi bu olubdur ki, biz bu günləri görürük. Bu müddətdə də heç qarşınasi tərf bunun əsasında olmayıb. İllər boyudur ki, ixtar vardı ki, Urmiya gölü quruyacaq, amma bu dövlətdə heç qarşınasi bir tərh buna ki, neynəsinlər
Qurmasın, yoxdur. Bələyin ki, bu dövlətdə banüfuz adamlar ki, kəşavəzliklərini, orada böyük kəşavəzlikləri idarə edirlər, əlbəttə qoymadılar ki, bu səddilər və bu quyular aradan geçsin və saniyən bir qələt fərhəngi yaralıbdır ki, o adamlar ki, torpaqlarında bu quyular var ya bu quyulardan müntəfə olurlar ya səddilərdən, asan bu imtiyazları əldən verməzlər və bunların nüfuzu hətta gəl o dövlət bədənəsində, məntəqədə çox qəvidir. Bu bədə bəyitlər də ki, verirlər, çox öz nəzərində xuşlu başlı iş görüblər, amma Azərbaycanda hamı bilir ki, olan deyil. Belə pulun ixtisası Urumiyyənin tərmiminə, belə deyil ki, pulu dəryaçıya töksən, dəryaça qurumayacaq. Pul dəryaçəni düzətməz, onun tərh istər, onun nəxşə istər, qarşınaslıq istər və bunlar yoxdur. Ərəz suyunu da Urumiyyəyə yetirmək, əlavə bər intiqabilə əməl tərhidəyi, buna xatir intixab olubdur ki, Azərbaycanlıları öz qonşuları ilə ki, öz həm dilləri və həm hüviyyətləri dərdi sərə salsın. Odur ki, Araz, bəqolisiz Araz, bəl. O, olan bir işdir. Amma bu ki, biz buna aya öz məntəqəmizdə məhdud saxlayaq, ya sərasər eləyək, bəstəliyi var bizim o xastımıza. Aya biz bir Azərbaycan istirik ki, nəhayətən hesabını biz bu məmləkətə qonaq gəlməmişik, 700 il bu məmləkətdə hökumət eləmişik. Bu məmləkətin pisi və yaxçısı bizim əyağımızda da vardı. Bənabərin, mən heç cür müvafiq buna deyirəm ki, Azərbaycan öz hesabını İrandan ayırsın. Bizim heç həmsarımız da bizi və ünvanı bərabər bir qom qəbul eləməyəcək, bunlar xiyalatdır. Hər həmsarımız ki, bizlə də həm dil və həm zabandır, özünün məxsus mənafeyi var, o mənafeyinin üstündə dayanıb, heç bir gəldə irsində şərik eləməz. Biz mövcud mənafeyi əldən verib və xiyali mənafeyin dalısına getmək fəqət illüzyonist adamların işidir və onların işidir ki, vaqiyyətlərlə bir işləri yoxdur, ya ayrı ideolojilər və hədəflər başlarında var. Mən fikr edirəm ki, böyük bahanadır ki, bizi hətta sərasəriyə yuxarı baxışdan bəslələr. Bəlkə ki, bu bir şeydir ki, əvvəl biz tapmışıq. Azərbaycan ona təvəccüh edib və huşyarlıq onda göstərdi. Ayrı ölkələrin hər yerində bu vəzdən pisi var. Tehranda nəfəs səhmə olmuş, aradan gedib, Qarun quruyub, Hirmənin suyu illərdir quruyub, Kərxə də elədir, Zayəndərud da quruyubdur. Amma da bu miqdar ki, Azərbaycanda mütəvəccüh etmişlər, təvəccüh eləməyib. Bənabərin bu düz o bahanadır ki, bizim onda ibtikarı əməlimiz var. Və ibtikarı əməl o yeri Azərbaycana şaistədir, mübarizatda ona verər. Bilirəm, Azərbaycan gərək pərsəmdar mübarizə və mühit-i zisti də ola, öz huşyarlığını həmişə tarixdə görsədib, bu mövriddə də görsədə, bu taktiki də ki, futbol müsabiqələrindən də istifadə eləyək. Bunu da huşyarlığın Azərbaycan görsədib, ayrı yerlərdə fəqət yaman deyiblər, amma Azərbaycan bunu təbdil edib bir siyasi mübarizəyə. Bu da bir şeydir ki, Azərbaycanın huşyarlığını ayrılara nisbət edir, onun ki, istəyəm xudxahlıq eləyəm, ya özümüzü böyük görsədəm, düz vaqiyyətlərin üstündəki indi var, adam bunları tərif eləyə bilir. Mənim Azərbaycan mübarizlərinə budur ki, pərçəmdar bu mübarizə olsunlar, amantor ki, məşrutiyyətdə pərçəmdarı azaddırmışlar. O ki, bizim əlimizdən alıblar hər dəfə, fəqət bu da onlar niyyəti varmış. Bu da varmış ki, biz ayıqdayırıq. Bu dəfə və yümni vücudu müxtəlif televizyonlar, internetdə, təhsilkərdə cavanlarımız, gəncilərimiz və taza fikirlər də o ruhiyyə
ki, gərək biz işləyək, ayrılar apararadan getir. Azərbaycanın öz həqqini və mənim zənnim budur ki, da bundan sonra Azərbaycanın həqqini heç bir nizam-ı siyasidə yemək olmaz. Məxsusən, əgər Azərbaycan bu nüftiyəpə yapara ki, o nizam-ı siyasi ki, ayəndə də düzəlir, gərək santralist olmaya, mərkəzcilər olmaya, hər şey gərək mərkəzdə təyin olmaya və Azərbaycanın müqəddəratı gərək Azərbaycanda təyin olur. Əlbəttə, dil böyük ayıqlıq vəsiləsidir və düz işdir ki, Azərbaycan istəyir. Amma bu tənha bir şey deyil ki, biz gərək istəyək. Bərabəri şans, bərabəri sərmayi, bərabəri fürsət, bərabəri imkanatı təhsili, imkanatı mali mühim bir şeylərdir ki, Azərbaycanlıya gərək ola ta dilinin və hoviyyətinin də ronağı ola. O dil ki, ondan iş tapmaq olmaya, gərək və müvazatı dilin azadlığının istəmağı, sərmayə quzarlığın imkanatı, yaxçı imkanatı bərabər şuğluda, təhsildə və ayəndə düzəltmək cavanlara gərək bunları da istəyək. Odur ki, mən pişnahadım əziz budur ki, onlar ki, bu fiilləri bəyənirlər, onlar ki, fiillər İran məhdudəsində biz bu şeylərə yetişmək olar biləmizdə bir daha federal sistemdə ya bir daha qeyri-mütəmərkiz sistemdə, onlar da gərək öz quruluşları olar. Onlar gərək gündə sözü var. Biz əgər meydanı vaquzar eləyək, onlara ki, bizim təkin fikr eləmirlər, gərək təvəqqümüz olmayacaq. Onlar ki, fikr elə bəs ki, elə belə ki, vardı gərək onlara bir də minə biz də səsimiz çıxmaya, onlar ki, fikr eləyir üçün illər boyu bizim səhmimiz gözətlənməyib, illər boyu deməkdən də Rıza Şahın gəlmağından indiyə deyilə biz illər boyu da 700 hökumətimizə nisbət, indi də hesabımıza ayıraq. Bu iki fikrin ikisi də mənim nəzərimə və nəf-i mənafi mərdum Azərbaycan deyil və nəf-i mənafi İran da deyil, mənim təkim fikridir, ya mənə yaxın fikridir və bu hududda gərək onların da səsi ola. Amma bu mane olmaz ki, bəqiyyə ilə diyalog ola, söhbət ola, müştərək mübarizat yolu tapıla və həqqimizi alaq. Biləxərə azadi fərhəngi, dil azadlığı, məzhəb azadlığı. Azərbaycanda ayrı məzhəblər də yaşır. Onların da həqqi vardır ki, məzhəbi azadlıqları ola və hüquq-u zənan, hüquq-u bəşər, haqqi mühitizist, bunlar müştərək şeylərdir ki, bunun əsasında mübarizə eləmək olar, amma adamın öz səsi gərək münəzzəm ola, səfi gərək ayrı ola, tayin ki, eləyə bilər ki, sözünü qabağa aparar. Mən Urumiyyə nisbət sözümü burada qutaram, fikirəm bir təxəssüsü söz heç lazım deyəm, çox mütəxəssislər gəlib sizə danışıb, fəqət az mənzəri siyasi mən bu söhbəti elədim. Dostların hər birinin sualı var bu mövzuda, lütf eləsin, vaxt alsın. Mən, əgər ədmin müvafiqdir, hər 3 sualdan sonra mən bir cavab verim, sonra bir yol gedək 2-ci bəhsin başına. Çox məmnun. Sualları nə, mən düz qalmış olan budur ki, aya biz beynvanı Azərbaycan, yəni İran bu istədikləri hökumətdən gərək istəyək ki, ayrı yerlər ki, bizdən ayrılıb, onlara da bu xasları dəstəcənmiş eyləsin. Baxın, dünyada bir real politik var. Dünyanın çox yerlərindən bölünübdür. Dünyanın coğrafiyasını bir dəfə də bir-birinə qatsam, bu 186 məmləkətdən olur ki, 3 tərəyi bir-birinə qarışır. Məmulən o əqvami ki, ayrılıblar, onlar çox çətin şəraitdə yine bir-birinə vəsl ola biliblər. Məsələn, Alman bir dana istisnasıdır. Biz nərdələri vəlləyib xiyalat dalısına getmək bugün bizi bir yerə yetirməz. Mənafe ixtilafı var, geopolitik ixtilaf var, müxtəlif məmləkətlərin müxtəlif
baxışları var bu gəzayaya və asan bir işdir. Amma o ki biz deyə bilirik, odur ki mənafəyimizi, nəğ mənafəyimizi ki, çox da iştirakı var, əqvamın mənafəyi ilə ki, sakin İrandırlar, o istəyə bilək, amma öz həqqimizi, öz xüsusi həqqimizi də ki, dil, kimsəlik və bərabəri iqtisadi həqqidir ki, Azərbaycandan müzayiqə olub, onu gərək biz ixtisasən də istəyək. Bunlar hamısı mübarizə ilə mübarizənin əsli tərəfi dövlətdir, hökumətdir, bir dənə də fərhəngi mübarizəmiz var. Fərhəngi mübarizəmiz budur ki, o şeyləri ki, biz biləsinə yetişmiş, o ayrıları hələ biləsinə yetişməyib, hamı ayrılarına gərək vazə eləyək. Məntiq ilə, xoş dil ilə, söhbət ilə, diyaloq ilə gərək qandıraq ki, bu şeyləri siz bilməmisiniz. Siz hələ çox yerlərdə azadi fərhəngi, azadi məzhəbi və bərabəri, iqtisadi bərabəri şansa əhəmiyyət qail dəyirsiniz. Və bu olubdur ki, İranda həmişə bir dənə mütəmərkiz hökumətdə bu iş əlavə və siyasi mübarizə bir fərhəngi mübarizədə lazımdır biləsinə. Bizim bəqiyyə İranlılar və öz xərcimiz tərəf belə deyək ki, Azərbaycanda əzad behiştidir, məsələn, xanımların həqqin gözətdir, hüquqi bəkər rəayət olur, bu hökumət getsə, hətmən bir demokrasi hökumət gələcək Azərbaycana, belə bir şeylər yoxdur. Elə o eyblərdən ki, bəqiyyən var, bizim də varımızdır. Bu ki, faşisti, o birisi şuvenisti, o birisi nə mənədir, nasyonalismi, naqismi mühacimi hər kəs təbliğ eləsə, elə həman eybi vardır ki, o birisi tərəfində vardır. O ki, kuruşa iftixar edir və fikir edir və ki, bu vəsilə ilə dünyada əvvəl mincidir və bəqiyyə onun əliyin altındadır. Elə həman iştibahı edir ki, biri fikir eləyir ki, mən Türkəm, mən hamıdan əşrəf məxluqatam. Belə bir şey yoxdur. Bizim İran fərhəngi varımızdır. Amma setəmi fərhəngi biştər mevlud-i dövrə-i müasirdir ki, dünyanın hər yerində bir növ nasyonalizm mühacim vardır və yavaş-yavaş həll olur. Nasyonalizm mühacim ikinci cəhanini dünya təhmil elədi. Bir dənə faşismi dünya təhmil elədi. Anarkist, panfarsismi dünya təhmil elədi. Və bunların, bu panların hamısı bir cür xərabdır. Heç fərq eləməz ki, kim deyə mən pana, tərəfdarı panam. O adam ki, tərəfdarı bir növ pandır, mənası budur ki, bir ideolojisi var və o ideolojinin sayəsində öz hüviyyətini sizə tərif edir. Dərsürət ki, demokrasinin məbnası bir növ kollektivizm ya ideoloji individualizmidir. Yəni, hər kəsin qeyri-vabəstə ki, hansı qovma təəlluqu var, özünə bir hüququ var. Demokrasi buradan mütəvəllid olur. Hər kəs qeyri, bu ayrı söz demokrasiya əraci deyil, gəlsin bəhs eləyək. Belə bir şey yoxdur. Və heç fərq eləməz ki, aya onlar başlayıb biz əksül əməldə onların sözlərini tikrar edirik, ya biz başlamışıq. Vaxtı iki nəfərdə daim kötək vurur, arada soruşmaz kimi vurur. Deyərlər, bu ikisi baham savaşıb. İndi bu qoftimani ki, bizdə müsəllət olub, müsəlləm gələtdir. Hoviyyət və ərzı və xidmətiz birlik verir. Amma bu torbanın içindən demokrasi çıxmaz. Biz gərək öz qoftimanımızı mənim nəzərimə islah eləyək və təbdil eləyək və ehtiram-ı və fərd-girahi, ehtiram-ı və pluralizm, yəni gune-gune budan, cur-va-cur budan ictimai, təhəmmül həmdigər, tolerans və qeyri-ideolojik didən hükümət və qeyri-amə. Əgər biz bu təğyiratı özümüzdə verməsiq, biz də həman iştibahı edirik ki, fikr edirik tərəfi müqabil deyilir.
Xub, 2000-ci sual Həzrət Ayətullah Şəhid Mədari Hazret dedilər və ixtilaf Azərbaycan məsələsində xeyr, heç ixtilaf yoxudur. Ayətullah Şəhid Mədari daimən müsahibələrində deyirdi ki, hər imtiyaz ki, hər yerə verdilər, Azərbaycan da eyni onu ola və mənzurları o gün o söhbətlərdir ki, Kürdistanda dava var idi və fikr edirdilər ki, gərək bu imtiyazlara mümkündür verirlər. Ayətullah Şəhid Mədari gəplən ixtar edirdilər ki, hər imtiyaz hər yerə verdilər, Azərbaycana da eyni o imtiyaz verirlər. Ağa tutduğu deyirlər ki, sizin nə bərnaməz vardır və dil və türkçü danışmaq əvvəl bərnamədir ki, bu etimadı icad eləyəsiniz. Mən heç vaxt demədim ki, mən əvvələn çox müsahibələrdə yerdə yer olub, türkçü müncisi də bərnaməyi parazitdə və heç mümkün öz tədrizliyim deyirəm, ona iftixar edirəm və heç məsələ mənə deyil. Amma mən də heç qəsdim bu deyil ki, fəqət İranın bir məntəqəsinə əvvəl o mənim ana yurduma fəqət olur. Mən fikr edirəm ki, Azərbaycanın mənafeyini mən də səthi milli çox vaxt gözətləyə bilirəm. Amma mən hazırəm o iddə ki, belə bir fəaliyyət eləyəm. Hər köməklər səthi beynəlmiləli və daxili gəlsə, əlimdən o quruha ki, nə bu dövlətə vabəstə olar və nə ayrılıq istəyər, onların aram və onlara kömək elər. Ay Vurgun, bir budur ki, Urumiyəni niyə qurudur bu hökumət? Aya üçün Azərbaycandadır qurudur, ya ayrı proqramları var. Mən fikr edirəm ki, bu Azərbaycanın yaxçı deyil, dəlili bu deyil ki, Azərbaycanlılar türkdürlər, fəqət ona xatiri yaxçı deyil. Əlbəttə bir həssasiyyət fərhəngi hər yerdə vardır, bəllidir. Amma bizdən ona xatiri yaxçı deyil ki, siz Azərbaycanlılar əvvəldən müxalifət eləmişsiniz və düz görmüşsünüz müxalifət eləmişsiniz. Azərbaycani istibdadla kənara gəlməyib, məşrutədən bu hələ kənara gəlməyib. Hələ olubdur. Amma biz bu hökumətin işini təqib edəsiq, hər yerdə bu iş görüb. Mərkəzi, əgər İranda bir dana Fars yer olsa, o da Ustan-ı Farsıdır. Düz Ustan-ı Farsda Sədr-i Sivəndi qoyubdur və İranın Bastani asarını aradan aparır. Bunların lap mərkəzi mütəəssibi ilə əvvəldən, Siyosepolu orada qurudublar. Bəs belə bir söz, haqq söz deyil ki, bunlar fəqət Urumiyəni qurudub. Bunlar ondan layiqraqdır ki, hökumət eləyə bilər. Bunlar ondan fasidraqdır ki, məmləkəti salim idarə eləyə bilər. Siz bunları irtiqai rütbə verirsiniz, vaxtı qomi düşmənlik bunlara nisbət verirsiniz. Bunlar puldan sonra, şəhvətdən sonra, adam öldürməkdən sonra və məmləkəti taramaqdan sonra ayrı bir şey qalmır. Bir sualda eləmişsiniz ki, çox tuğlandı, onu gələn söhbətdə cavab verəm. 1358-dəki hərəkətlərin, işgalları, nöqtə-i qüvvətləri, onu orada deyəcəyik. Aya Azərbaycanda bir dana referandum olar ki, təyini sərnəveşt həqqi, onda sizin sualınız nə olar? Onda çox məsələləri vardır ki, nə şəraitdə olar? Bir demokratik şəraitdə vaxtı bu iş əməli olar və hər demokrat adam da ondan müvafəqət eləyər, əksəriyyətin sözünü qəbul eləyər. Amma der şərait-i təhmili, der şərait-i vücudu xarici der İran. Der şəraiti ki, ayrılıq bizə təhmil edir və heç referendumun nəticəsini mən qəbul eləmərəm. Əgər İranda bir nizam-ı müstəqəl olar, ya bir demokrasi olar ki, onda bir referendum olar və xalq onda bir rəy verər, rəyi hər nə mənədir mənim gözümün üstündə. Mən görürsünüz ki, çox röt danışıram və çox sizin sualatçı sərih cavab verəm. Lütfən, siz də sualatçı hər nə görürsünüz var. Mənim bir pərdəpuşluğum yoxdur bu şeylər. Elə bir qət olmuşdur. Mənim sözlərim qutuldu.